Булганча İslam dini хатын-кызларга карата аларның хукукларын саклауга аеруча игътибар бирә. Чөнки Адәм алейхиссалам белән ана Хава анабыз радиллаһу бүтән кешелек барлыкка китерелгән һәм хадислар карасак, ир кеше ул үзенең кызына карата хакларны саклап cennetten ишекләрен ача. Ул үзенең хатынының хакларын саклап, ярты иманның яртысын ала. Һәм үзенең анасының хакларын саклап, җәннәткә керә, чөнки җәннәт аналарның аяк астында дигән. Шулай итеп, İslam dini хатын-кызларның хукукларын һәм аларга карата игътибарны зур бирә. Һәм tarihte kutsalsak, bu yöneliş İslam dininde bula, hem İslam dininde bu yöneliş bulganda, ele başka sivilizasyonlarda, başka medeniyetlerde hatan kızlarının hukukları kimsetilüğü devam eder. Hem elbette Tatar medeniyeti İslam diniyle nıkbeylenişte. Şunun için İslam dini Tatar medeniyetine, Tatar kültürüsüne tesir eder. Hem şunun arkasında indi Tatar medeniyeti o İslam medeniyeti bilen nık beylenişte bulup durar. Hem benim şahsım Tatar Müslüman cemiyetindeki hatın kızların uğrunda diyen isimli bular. 19. asırda Tatar galimleri hem okutuşçular tarafından tekşirilgen en zor meselelerinin birisi o Tatar Müslüman cemiyetindeki hatın kızlarının uğrunu. Bu hakta Rizaettin Fahrettin, İsmail Gasparlı, Abdullah Bubi, Nigmatullin, ol Nigmatullah familiyası bula, Bubi, indi ol iş Bubi ağıldan buğa göre. Galimcan Barudi, Zakir Kadiri hem Şamsüddin Kultesi gibi ataklı galimler, yazganlar lider bulgaları İslam'ı kabul etken vakitten alıp Tatar medeniyeti Müslüman dini bilen tığız beylenişte tura. Tatarlarda terbiye hem okutu İslam talimatına negizlengen buğa. Müslümanlarda milletini terbiyelevde hatın kızga zor urun verirler. Çünkü ol balanın terbiyeli buluğuna negiz saluşu. Şundan çıkıp gidecek buğundan dürüst itip terbiyeler için ananın yakşı terbiyeli buluğu gerek gibi eytirgen var. İslam'da Hatı Kız kitabının avtarı Nurulli'ne gidecek buğundan dini hem ahlaklı buluğları kubüsünce Hatı Kız'dan turar dibeyte. Gailede eminlik, tınışlık saklav, din kuşkanlarını öğretu, gidecek buğunu terbiyelev Hatı Kız üstüne yüklengen diyor. Rizaettin Fahrettin fikrince bağlar ana kolundağı en kıymetli нәрсе bulup durar. Şu an göre balaga yaxşı terbiye verip ahlakın üstüne almagan ana yaraksız diye hesaplana. Abdullah Bubi'nin hatınlar hizmetinde bunday fikirler var. Bala ahlaklı bulsun için ana şuna iletmeye gerek. Bunun için o yukarı ahlaklı öz tiresinde kurga tiyiş. Yukarı ahlaklı öz tiresinde kurga tiyiş. Tabiatı boyunca ana taklit yani iyaru has. Nadan ata-ana özü kibirtini terbiyeli. Bala her vakit anası yanında. Nadan ana onarga yaxşı terbiye bile almayı. Eğer ol ana yaxşı ahlaklı bulsa, halk da mağrifetli bulur. Halkın alga baruğu yaki artta kalığı köp sebeplerge beyli. Ama en mühimi hatın kızının ilimini buluğudur. Bilim alı meselesinde bilim alı meselesi Tatarlarda katgı turar. Bulganlar İslam'ı kabul etken vakitten alıp her Tatar avlunda meşid ve mektep tüzüle turgan bula. Tatarlar arasında okumuşlu kişilerinin köplüğü hakkında Tatar, Rus hem şit il tarihçileri yazgan. Tatar halkın medeni yaktan yuvaldan nek şol sebep yaki şol gadet saklap da kalgan indi. Malaylar kızlardan ayrım okugan, gadette malaylarga mahalle imamı giyrim bilgen. Kızının ata-anası okumuşlu bolsa, olalardan oku yazarga öğrengen hem bunlar indi Abustay'dan sabah algan. Əbi Paşa zamanını alıp Tatarlarda imamlarını, mağalimlerini terbiyeleşi medreseler aşıla başlayıb.
Оқыту Орта Азиядагыча төрле фәннәр буенча китап ятлау ысулы белән башкарыла. Мондый уку йортлары кызлар өчен булмаган. Алар өчен гыйлем алуның бердән-бер юлы ата-анасыннан өйрәнеп булган. Тик моңа бары тик дин әһелләренең һәм укытучыларның балалары гына ирешә алган. Хатын-кызларга белем бирү әһәмиятле саналмаган. Аларның төп эшчәнлеге йорт белән шикләнгән. Төп вазифасы хуҗалык эшләрен башкаруга һәм бала карауга кайтып калган. Татарларның иҗтимагый икътисади халаты хатын-кызны өй эчендә бикләп тотып, гыйлемен үстерүдән читләштергән. Чөнки ул инде өй эшләре белән хәтта күп вакытта ул өйдән тышта хезмәт итәргә мәҗбүр булган. Ашлык вакытларында ирләрне бит инде яисә армияга хезмәткә алганнар, яисә аларны эшләргә җибәргәннәр, каядыр чит төбәкләргә. Алар инде гаиләләрен үзләре туздырырга мәҗбүр булганнар. Шуңа күрә инде аларга белем алу мөмкинлеге булмаган, әлбәттә. 19-нчы гасырда чит илләрдә һәм Рәсәйдә егетләр өчен һөнәри белем бирүче махсус гимназияләр һәм училищелар ачыла башлый. Андый уку йортлары кыз балалар өчен дә булдырыла. Моның сәбәбе белемле эшчеләр җитмәүчелеге. Авропада һәм Рәсәйдә белем бирү системасының үсеш алганын күреп, татарлар да мәдрәсәләрдә укытуны үзгәртеп кору һәм яңарту кирәклеге турында уйлана башлыйлар. Абдулкаюм Насыри, Шаһабиддин Мәҗани, Хусейн Фәйзхан кебекләр иң беренчеләрдән булып уку-укыту процессына яңалык кертүне яклап чыга. Алар дини дәресләр белән берлектә рус теле, тарих, география, арифметика кебек фәннәрне дә укытуны кирәк дип саный. Шиһабиддин Мәҗани халыкның киләчәге өчен үз тормышы белән үзе идара итә алу өчен, изелүдән котылыр өчен татар халкы Авропа гыйлемнәренә, мәгърифәтенә, мәдәниятенә һәм сәнәгатенә мохтаҗ дип исәпләгән. Аны фикеренчә, Авропа мәктәбендә дәрес алу халкыбыз өчен аеруча файдалы булыр иде. Гыйлемне һәм мәгърифәтне төрле җирдән алырга мөмкин. Гыйлем һәм мәгърифәт милләт белән дә, тел белән дә шикләнмәгән ди ул. Бу теге сорауга җавап та булып тора, әйме? Безнең дискуссиядә Айдат Талгатович булганда шундый сүз бар иде. Без башка халыклардан шушы уку-укыту системасына ниндидер үзебезгә файдалы алырга мөмкинме? Әлбәттә мөмкин, шушы турында Шиһабиддин Мәҗани дә яза. Әлеге галимнәр шулай Авропа ысулы буенча берничә фәнне бер юлы укытуны тиеш дип тапканнар. Тик ул заман җәмгыяте бу фикерләрне кабул итмәгән. Бу әле 19-нчы гасырның урталары була. 1883 елда Исмаил Гаспарлы Бакчасарайда яңа ысул белән укыта торган беренче мәктәп ачып җибәрә. 19-нчы гасыр ахырында, 20-нчы гасыр башында мондый мәктәпләр Касыймов, Казан, Орынбур, Уфа һәм шундый зур шәһәрләрдә ачыла башлый. Шундый мәдрәсәләрнең иң мәшһүрләре ул Мөхәммәдия белән Касымия, ул Казандагы мәдрәсәләр, Уфадагы Галия мәдрәсәсе, Орынбурдагы Хусайния, Троицкидагы Расулия, Вятка губернасындагы Ишбуби мәдрәсәләре. Мәгариф системасындагы яңалыклар хатын-кызларны да шикләтеп үтми. Кызлар өчен хосусый уку йортлары ачыла. Шулар исәбендә Вятка губернасындагы Ишбуби мәдрәсәсе, Казандагы Аитова һәм Хусаинова мәктәпләре, Троицкидагы Яушев мәктәпләре, Рязань губернасындагы Биктимиров мәктәбе. Яңа ысул мәктәбендә укучы кызларның яхшы нәтиҗәләргә ирешүе җәмгыятьтә мондый уку йортларына карата кызыксыну ята. Мөслимәне укыту проблемасы Исмаил Гаспарлы чыгарган тәрҗемән гәҗитендә озак вакыт көнүзәк мәсьәлә булып кала. Мәкаләләрнең берсендә Бакчасарайның яңа ысул мәктәбендә укучы кызларның 5 ай эчендә татарча укудан гарәпчә укуга күчүләре хакында язылган иде. Кырым татарлары җәмгыятендә бу моңарчы күрелмәгән казаныш була. 1883 елның июньдә яңача мәктәпнең укучы кызлары имтиханда бик яхшы нәтиҗәләр күрсәтә. Аларның кул эшләре буенча да дәрес алуларын халык бик хуплап каршы ала. Шәһәр халкы мәктәп биналарын төзекләндерүгә акча бирә башлый. Җәдидчеләр, ягъни яңа ысул белән укыту тарафдарлары татар мөселман халкының киләчәген мәктәп укыту системасы белән бәйләгәннәр. Шуңа күрә ана булачак хатын-кызны укытуга зур әһәмият биргәннәр. Мөхлисә Нигъмәтуллина Буби
Troy şəhərindəki Qızlar Mədrəsəsi açılış tantanasında xатын qızlarını oxutunun mühimligini tilgə alır. Əgər onlar din həm təqvalıq haqqında, əxlaq həm yaxşı adətlər turunda bilməsələr, nişik itabalar balalarga dürüst yolunu kürsətə alır. Doğru həm maqsad üçün nişik tərbiyəli olur. Tərbiyəli, dindar, təqva, dünya və axirət turunda xəbərdar analarının balaları hiçşiksiz dindar, təqva, əxlaqlı olub üsərlər, onların milli hissləri kamil bulur deyir. Şuşu fikirlərini kin cəmaatçilikdə taratır üçün xatın qızlar total xalqının ictimai turmuşuna qoşular. Onlar qızlar üçün mədrəsələr açar, xatın qızlar üçün jurnallar çıxarır, ictimai siyasi düşmanlar işlənligində qatnaşar. 1917 yılda Muxlisa Bubey bütün Rusiya Müslüman Qurultayı ağzası bulan həm qazıya bulub saylanır. Muxlisa Bubey Ülfət, Əxbər, Vaqt, Simbikə, İslam Məşəlləsi kimi qəzetlərindəki məqalələrində milli həm dini qədətlərini saxlauda xatın qızının ayışa mühim urun alıb durğanın asızlıqı bütə. İlahiyyat, qilm bilgişi, cəmriyyət, siyasət şirkisi, jurnalist Zakir Qadiri özünün qızlar dünyası həm xatın qız məsələsi kimi xizmətlərində, Turmuş qəzetindəki məqalələrində xatın qızlarının tegiz hüquqları turunda aktiv söz götərgən. Rizatil Fəxriddin də bu məsələyə zor istibər bilgən. İslamın xatın qızlar halata fikrini açıq etib göstərtü məqsədından ol Cəvamiyel Kərim Şərxi deyən kitabında 344 hədisinin 50'sini şuul temağa başlanır. Şulayaq Rizatil Fəxriddinin il məşhur xatınlar kitabı Səlimə, yəki Riffət, Əsmə, yəki Ғəməl və Cəzak povestləri Abdullah Bubey'nin Xatınlar isimli kitabı kimi xizmətlər dünya kurər. Rəzək Qubernası Yalvaş avında qız balaları üçün məktəb açqan şairə, yazışı, həm oxutucu Biktimirova Tərğib-ül Bənət, yəni qız balalarına oxutuda dərd uyatı, Hüsnül Vasiyyə, Əpikunluqda qədillik, Məğaşərət ədəbi, Araşıq Ağidəri isimli əsərlərin xatın qızlı müsəlman qayrəsindəki uğruna həm balalar tərbiyəli üsullarına bağışlanan. Bu misallar 20-ci asır başında xatın qızların total müsəlman ictimai turmuşunda aktiv girib titulləri haqqında söyləyir. Allah oxu yurtlarını açqanlar, oxutqanlar, fən bilan şüğüllənənlər, qəzet həm jurnallar çıxarğanlar, kitaplar həm şiirlər yazğanlar. Bu işlər onların millətini tərbiyələv, həm alğa sürü üçün tırışlıq qoyarğa tiləklərini göstərər. Total müsəlman millətini saxlab qalı hələ də aktual məsələlərdən olub durar. Bugünkü gündə total xatını müslimə 19-cu asırdan kubkə ilikli, amma kubrak hüquqlar həm mümkünlüklər verilgən. Xatın qızlar ictimai işmarğa nis alalar, məğrifət, xeyriyyə işlərində aktiv qatnaşırlar, işməkəlikdə zor urun altıralar. Onlar Rəsəy Müslimələr Birliği, Tataristan Müslimələri Birliği kimi uyuşmalarını şidətləyirlər. Ailət üzüdə həm saxlavda yedəm itişim mərkəzləri aşalar. Masıqlar məlumat şəralında da çıxışlar yazırlar, tele-radio tapşırıqlar alıb baralar, müsəlman kiyimlərini yetişdirirlər, həm populyarlaşdırırlar. Əmmə, total müsəlman xatın qızının eğitib bitirgən cəmriyyət turmuşlarının olmuşlarına qaramasdan, onlarının millət üstüşünə kırtkən tür bilişləri qayləni saxlar, həm tərbiyələr olub qalar. Xatın qızını tərbiyələv, millətini tərbiyələv şiğarı hər vaxt zor əhəmiyyətkə iya. Özünün Xatınlar isimli sosial fəlsəfi xizmətində Abdullah Bubey bulay deyir. Millət qaylələrdən durar. Əgər qaylə tərbiyəli bulsa, tabii ki, millət də tərbiyəli bulur. Qaylə negizli xatın qız. Şula etib, onun aqıl tərbiyəsini alğa yəki artaq ituvə, millətinin alğa yəki artaq ituğuna təsir etədir. Rəhmət, tutulağız üçün. Sorular var mı zaman? Sorular. Sorular. Məhkumda soru. Sizin qarşıdan çıxıb, bala və ana arasındağı münasibət burada indi absurda tuturası yox. Onu bütünlüğü biliriz indi. Nişi balalar yaxın. Er bilən xatın arasındağı münasibət. Yerlik təxədir bu vaxtda. Üç nəsə də sizin şey, nəsə bunda səbəb, nəsə nəticə deyilməyiniz. Niçin şulay oldu? Sizde tegisizlik var deyip, tegisizlik. Bu tegisizlik koyan kilip çıkamına. Xatın qızın tərtibi arqasında mı, erlərin tərtibi arqasında mı? Tegisizlik o
bir-birine ihtiram etmeu arqasında kelip çıga. Eğer biz Ол bir кайдагына булган икән. Bu поголовно тигезсезлек. no Sebep mesele, sebep umumen. no biz elbette indi İslam qarashından dini qarashdan aytamiz. Kişilik şu dinden jirak bulu sebeple Allah Teala aytib aytgan vasiyatlarni, Qur'ondagi vasiyatlarni bilmau sebeple hem turmuşning Allah Teala tarafından berilganini bilmau sebeple, anlamau sebeple shunday dürüst bulmagan turmuş ravişleri ko'rinadi endi. Kimdir аңларга сәбәпле түгел инде, шулай килеп чыга. Аңлый алмыйлар. Шулай килеп чыга. Алар birinchidan ma'lumotdan mahrum. Chunki ol ma'lumotni u masjidga kelibgina olalar. Endi agar uni bugundan bugunga ko'chirib bormagan ekan, u endi uni shu nechta ijroqlar orasida eshita oladi. Terbiye etmek. Terbiye, albatta terbiye olmamak. Terbiye etmek. Tağım qabatlab o'taman cemaatga. Umr bo'ylab boram, o'ylab boram, bosh yetmadi tugul. O'yladim men. Narsa birinchi, narsa ikkinchi. Великодержавный шовинизм или мелкобуржуазный национализм, так сказать. Qaysi birinchidan, qaysi sebep onun, qaysi natija? Ona bulmayı. Kim gayipli bunda, tak сказать? Kim boşlagan? Tağın bir soru tuğa. Nacizm gayipli mi? Siyonizm mi, tak сказать? Qaysi onun boşlagan? Kırışını, tak сказать. To'g'ri bitta ona bulmayan. Birisi deb qatl gayipli-da. Tegisini tırmasam, busu bitmey, naşar, busunu tırmasam, tegisi naşar, так сказать. Ona da bulmayı. Что первично, яйцо или курица, так сказать? Sizden söz anlatmışsın. Olay deb aytırken qolay bir kishilarning aqlsizligi deydi. Hazır bir buna 8 yaşarda degan bo'lib, xotin qiz o'zining gayasini bilmasa, televizordan ko'rsatsalar, tigi boks bilan tugul, o'sha tibishib netalar deydi. Birisine tibeler, netalar shunda mana betini qo'yib yuborib ketdi hayot dunyo. Benim fikrimce şovinizm gayipdirek dememek degende şovinistlar kişilerek milletçilerge qaraganda olanın mümkünlikleri ko'proq milletçilerini izu ilkesinde. Şuna göre şovinistlar gayipdirek. Kim kişilere bu gayipdirek? Söyle ki. Kim kişiler şu gayipdir cemaat. Kim kişi gayipli bu var. Çünkü siz birinchi savolga o'zingiz javob bergan edingiz. Shu ziyarı ortasında kişilik dünyaya biriyle, dünyaya biri sebeple dinini unuta sebeple ahlaklarını var. Cemaat biz onu o'ylab qo'ramiz. Shopogalizm degan narsa bor. Hozir kishi oqsha to'zdirib bilan shug'ullanadi. Mana qo'ya borib narsa olgan magazinga yugurib, kerakmi, kerak tugilmi, iyda tutara. Mana bu doktor bor. Mujik uni qarab turadi. Mujik qarab turadi. Narsaga bir naqshani meni multuzdiradi. Xotin borada to'zdirib qayta.